Salam, hər birinizi xoş gördük kanalımda. Bu günləri OTK 20 sınaq variantı kitabından sınaq 2-nin izahlarını paylaşacağım. Başlayırıq birinci testimizdən. Mövzu Azərbaycan 11-15-ci əsrlərdədir. Birinci testdə deyilir: səbəb nəticə əlaqəsinin pozulduğu bəndi müəyyən edin. Şirvanşah Huşəngin üsyan nəticəsində öldürülməsi, Dərbəndər sülaləsinin Şirvanda hakimiyyətə gəlməsi bu doğru variantdır. Şirvanşah Huşəng 1382-ci ildə öldürülmüşdü. Ona qarşı üsyan baş vermişdi və bundan sonra Şirvanşahlar dövlətinə Dərbəndilər sülaləsi hakimiyyətə gəlmişdi. Qızıl Ordu hökmdarı Canlı bəyin Təbrizə gəlməsi söhbət 1357-ci ildən gedir və Hülakilər dövlətinin süquta uğradılması doğrudur. Qızıl Ordu Hülaki dövlətinin varlığına son qoyur. Teymuri şahzadələri arasındakı çəkişmələrin güclənməsi, Cahanşahın İranın mərkəz və şərq əyalətlərini ələ keçirməsi bu da doğru variantdır. 15-ci əsrin 50-ci illərində Cahanşah bu Teymuri dövlətindəki belə deyək də çəkişmələrdən istifadə eləyir və Əcəm, İraqı, İsfahan, Qum şəhərlərini, eləcə də Yezd və Kirməni ələ keçirmişdi. Buna görə də C variantı da uyğundur. D-yə baxırıq. Baharlı sülaləsinin son nümayəndəsi Həsən Əlinin hakimiyyətdən uzaqlaşdırılması, Bayandurlu sülaləsinin hakimiyyətə gəlməsi doğrudur. Qaraqanlı dövlətinin son nümayəndəsi Həsən Əli olmuşdu və 1468-ci ildə onun hakimiyyətinə son qoyulması ilə Ağqoyunlu dövlətinin əsası qoyulub Azərbaycanda. Y variantında deyir ki, Otluqbeyli döyüşünün baş verməsi, Osmanlı qoşunu Azərbaycan şəhərlərinə daxil olması bu yanlışdır. Çünki 1473-cü ildə Otluqbeyli döyüşündə baxmayaraq ki, Osmanlı dövləti qalib gəlmişdi, lakin onun Azərbaycanı tutmaq planı iflasa uğrayır və Azərbaycan torpaqlarını tərk eləmişdi. Buna görə də Y variantında uyğunluq pozulmuşdu. İkinci testimizə baxırıq. Uyğunluğu müəyyən edin. Şirvanşahlar dövlətinə aid 3-cü Mənçuhur və 1-ci Axistan hakimiyyət dövrlərinə aid hadisələri istəyir. A variantına baxırıq. İraq Səlcuq Sultanı Mahmudun yürüşünə məruz qalması. Bu doğrudur. 3-cü Mənçuhurun dövründə 1123-cü ildə Şirvanşahlar dövləti Mahmudun yürüşünə məruz qalmışdı. A-nı götürəcəyik. B-yə baxırıq. Dərbəndlər sülaləsinin təmsilçisi olması. 3-cü Mənçuhur Kəsranilər sülaləsi nümayəndəsi idi. Dərbəndlərin yox. Buna görə də bu variant yanlışdır. C-yə baxırıq. 1125-ci ildə Şirvanın tam müstəqilliyini bərpa etməsi bu da doğrudur. Göyçü Çarı 4-cü Davidin ölümündən sonra 3-cü Mənçuhur öz hakimiyyətini, yəni Şirvanın müstəqilliyini tam bərpa eləmişdi. 1-ə A-C götürürük. 2-yə baxırıq. Axistan dövründə dövlətin yaradılması. Xeyr, dövlət hələ Heysam İbn Xalidin dövründə yaradılmışdı. Buna görə də bu yanlışdır. Paytaxtın Şamaxıdan Bakıya köçürülməsi 1192-ci ildə paytaxt Axistan dövründə köçürülmüşdü. Doğrudur. Qızıl Ordu dövlətin hücumuna məruz qalması isə yanlışdır. Axistan dövründə Qızıl Ordu dövləti Azərbaycana hücum eləməmişdi. B-ni götürürük, C-ni yox. Baxırıq. 1-ə A, C, 2-yə B düzgün variant burada gəlir. Y variantı. Üçüncü testimizdən davam edirik. 15-ci əsrdə Azərbaycanda istehsal edilən məhsula görə alınan və əsas olan vergi. Deməli, bu dövrdə 15-ci əsrdə əsas olan və istifadə olunan məhsula görə alınan vergi mal cəhət vergisi idi. Baxırıq, yalnız bir variant da var. İndi ardını da oxuyaq. Suvurma suyundan istifadəyə görə kəndlərdən alınan vergi bəhrə idi. Doğrudur. Ardıcıllıq düz gəlir. Və otlaqlardan istifadəyə görə dedikləri vergi, bu da çoban bəyi idi. Düzgün variantı 3-cü bənddə verilmişsə, 3-də Y variantındadır. 4-cü testimizə baxırıq. Verilənlər arasında hansı dövlətə aid məlumat yoxdur? Paytaxtları Marağa, Təbriz, Sultaniyə olmuşdur. Bu Hülaki dövlətinə aid olan məlumatdır. Buna görə də Hülaki variantının çıxırıq variantlardan. Ərazisində 11-ci əsrin 20-ci illərində Oğuzlar məskunlaşmışdı. Bu Rəvvadilər dövlətinin tarixinə aiddir. Oğuzların məskunlaşması 30-cu illərdə isə Şəddadilər arasında məskunlaşmışdı. İndi Rəvvadilərə də variantdan çıxırıq. Slavyanların 944-cü ildə Bərdəyə qarətçi yürüşü baş vermişdi. 944-cü ildə Azərbaycanda mövcud olan feodal dövləti Salari dövləti idi və Mərzban ibn Məhəmmədin hakimiyyəti dövrü idi. Buna görə də Salari variantında çıxırıq. 11-ci əsrin 60-cı illərində Alanların hücumuna məruz qalmışdır.
Bu isə Şəddadilər dövlətinə aid bir məlumat olacaq. 1062-ci ildə Əbləsvar Şavurun dövründə Gürcü və Alan tayfaları birlikdə, yəni ki, Birləşmiş Qüvvələri dövlət ərazisinə hücum eləmişdi. Yəni Şəddadilər də variantdan çıxırıq. Burada B-yə, yəni ki, Sacir dövlətinə aid heç bir məlumat yoxdur testdə. 5-ə baxırıq. Hulaki dövlətinin mövcudluğu dövrünə uyğun gəlir. İlk öncə yazaq ki, Hulaki dövləti nə vaxt mövcud olmuşdu? 1258-də yaranıb, 1359-cu ildə isə dövlət süqut eləmişdi. Üzlüsən, daha doğrusu 1357. Düzəldək burada. Qızıl Ordunun hücumu nəticəsində. Aya baxırıq. Əmir Teymurun Terek çölsənindəki döyüşdə Toxtamış xanı məğlub etməsi Terek döyüşü 1395-ci ildir və Hulaki dövlətinin mövcudluğu dövrünə düşmür. Şarmağon Moyanın başçılığı ilə Monqolların Azərbaycana hücumu bu Monqolların ikinci yürüşüdür Azərbaycana. Bu da 1231 və 1239-cu illərdə olmuşdu. Bu da düşmür. Əlincə qalasının Əmir Teymur tərəfindən tutulması 1400-cü il. Sabutay və Cəbənin başçılığı ilə Monqolların Azərbaycana yürüşü. Bu isə Monqolların birinci yürüşüdür. 1220 və 1222-ci illərdə yürüş eləmişdilər. Məhəmməd Olcaytunun mərkəzi hakimiyyəti daha da qüvvətləndirməsi. Bu isə Qazan xandan sonra hakimiyyətdə gəlmişdi. 1304-1316-cı illərdə hakimiyyətdə olmuşdu. Bu variantlardan Hulaki dövlətinə aid olan Y variantı uyğun gəlir. Məhəmməd Olcaytunun dövrü. 6-cı sualdan davam edirik. Hadisələrdən hansıların yerləri dəyişdirilərsə Şirvanşahlara aid xronoloji ardıcıllıq düzgün olar. Baxaq, Şirvanşah 1-ci Fəriburzun Səlcuq Sultanın ali hakimiyyətini qəbul etməsi bu 1066-cı ildir. Şirvanşahların paytaxtdan Şamaxıya köçürülməsi Şamaxıya 918-ci ildə Əbu Tahirin dövründə köçürülmüşdü. Şeyh 1-ci İbrahimin Şirvanşahı elan olunması bu 1382-ci ilə aid olan hadisədir. 1-ci İbrahimin Təbrizə daxil olması 1406-cı ildə Əmir Teymurun ölümündən sonra öz hakimiyyətini möhkəmləndirmişdi. 1-ci İbrahimin Qara Yusifə məğlub olması isə 1412-ci ildə baş vermişdi. İndi hadisələrə də baxanda gördüyünüz kimi 2 ilə 1-in yerini dəyişdirsək daha düzgün xronoloji ardıcıllıq olar. Bu da A variantı olur. 7-ci suala baxırıq. Memarlıq abidələrinin inşa edilməsinin xronoloji ardıcıllığını müəyyən edin. Bərdə türbəsi 13-14-cü əsrə aid memarlıq abidəsidir. Naxçıvandakı Əlincə qalası 9-cu əsrə aid memarlıq abidəsidir. Marağıdakı Göy Günbəz türbəsi 12-ci əsr. Təbrizdə Qeysəriyyə bazarı isə 15-ci əsrə aid memarlıq abidəsidir. İndi ilk öncə olaraq Əlincə qalasını götürürük. 2, 3, 1 və 4. Bu da düzgün variant gəlir. A variantı. 8-ci sualda deyilir, Hulakilər dövlətinin 14-cü əsr tarixinə aiddir. İlk öncə hadisələrin xronologiyasını yazaq, sonra əsrini seçərək. Birinci deyilir, Məhəmməd Olcaytunun hakimiyyətə gəlməsi. Məhəmməd Olcaytu Qazan xandan sonra hakimiyyətə gəlmişdi. Yəni 1304-1316-cı illərdə hakimiyyətdə olub. Dövlətin yaranması 1258. Əmir Çobanın dövləti idarə etməsi. Bu Əmir Çobanın dövrü ümumiyyətlə yadımızda saxlayaq ki, Əbu Səidin dövründə, yəni ki, idarə etmişdi, idarəçilikdə iştirak eləmişdi. Buna görə də Əbu Səid 1328-ci ildə onu edam etdirir və ümumiyyətlə dövlət işlərindən uzaqlaşır. Buna görə də 16-dan 28-ə kimi olan dövrü götürə bilərik təxminən. 1316-1328. Qızıl Ordu dövləti ilə mübarizənin başlaması, Qızıl Ordu ilə mübarizə ilə dövlət yaranan vaxtdan Hulaki xanın dövründən başlamışdı. Bu da 13-cü əsr eləyəcək. Qazan xanın fərmanına görə kəndlərin bir yerdən başqa yerə köçməsinin qadağan edilməsi, bu isə 1303-cü il fərmanıdır. İndi baxırıq bunlardan hansılar 14-cü əsrdədir. İlk olaraq birincini götürürük, Məhəmməd Olcaytunu, sonra 3-cü Əmir Çobanın idarədə iştirak etməsi və 5-ci. 1-3-5 burada düzgün variant olacaqdır, Y variantı. Növbəti sualımıza keçirik.
9-cu sualda deyilir, daha gec olmuşdur. Şeyx Üveysin Şirvanşahları özünə tabe etməsi bu 1367-ci ildə, Gəncədə Usta Bəndərin başçılığı ilə üsyanın baş verməsi 1231-ci ildə üsyan baş verib, Axsungillər dövlətinin süqut etməsi 1227-ci ildə Cəlaləddinin yürüşü nəticəsində, Azərbaycanın Monqollar tərəfindən işğalının başa çatdırılması bu ikinci yürüşə aiddir. 1239-cu ildə Dərbəndin işğalı ilə başa çatdırılıb. Şirvanşah 1-ci İbrahimin Təbrizə daxil olması isə 1406-cı ildir. İndi burada daha gec olan hadisəyə baxırıq. Hadisələrə Y variantıdır. 1406 İbrahimin Təbrizə daxil olması. 10-cu sualda deyilir, Hülaki dövlətinin 13-14-cü əsrlər tarixində baş vermiş oxşar hadisələr. Osmanlı dövləti ilə toqquşmaların baş verməsi, ümumiyyətlə Hülaki dövləti Osmanlılarla toqquşmayıb, yalnız bir məqam var ki, Elxani Qazan xanın Anadolu Səlcuq Sultanlığına, yəni ki, yürüş eləməsi, bu da belə deyək də, dövlət yaranmamışdan qabaq idi, Osmanlı dövləti yaranmamışdan qabaq idi. Buna görə də bu da aid olmayacaq 13-14-cü əsr tarixinə, yəni oxşar hadisə yoxdur. Qızıl Ordu dövləti ilə mübarizə aparılması bu doğrudur. Həm 13, həm də 14-cü əsrdə Hülakilərlə Qızıl Ordu arasında mübarizə aparılmışdı. Azərbaycan torpaqlarında hökmranlıq etməsi doğrudur. Dövlət 1258-1357-ci illərdə mövcud olub. Buna görə də həm 13, həm də 14-cü əsrə düşür. Cəlairi dövlətinin yürüşlərinə məruz qalması, Cəlairi dövləti yaranıb 1340-cı ildə, yəni yalnız 14-cü əsrə aid ola bilər. O da ki, oxşar cəhət deyil, yəni aid deyil. 2-3-ə baxırıq, düzgün variant olacaq C variantı. 11-ci hadisədə deyilir, hadisə nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən eləyin. Cəlaləddinin təyin etdiyi canişinlərin Azərbaycanı talaması, 1231-ci ildə Sənədkar Bəndərin başçılıq etdiyi Gəncə üsyanının baş verməsi, bu düzgün variantdır. Cəlaləddin 1225-ci ildə Azərbaycana hücum eləyib və bundan sonra deyir ki, onun təyin etdiyi canişinlər də Azərbaycanda qarətçilik siyasəti həyata keçirmişdi və üsyanlar baş vermişdi. Bir düzdür. Qızıl Ordu hökmdarı Cani bəyin Təbrizə gəlməsi bu 1357-ci ildə. Hülaki dövlətinin varlığının sona çatması, bəli. Cani bəyin yürüşü nəticəsində Hülaki dövləti süqut edir 1357-də. Əlincə qalasının Əmir Teymur tərəfindən tutulması 1400-cü il. Azərbaycanın bütövlüklə Çingiz xanın qurduğu dövlətə tabe edilməsi yanlışdır. Çingiz xanın yox, bu Əmir Teymurun dövlətinə, yəni ki, Teymurilər dövlətinə tabe olmuşdu. Ona görə də 3 yanlışdır. Qızıl Ordu hökmdarı Toxtamış xan Azərbaycana yürüş etməsi 1385-ci il. Şirvanşahlar dövlətinin süquta uğraması yanlışdır. Şirvanşahlar dövləti 1538-ci ildə Səfəvilər tərəfindən süquta uğrayıb. Buna görə də burada düzgün cavab olur 1-2, yəni A variantı. 12-ci sualda deyilir, sxemi tamamlayın. 15-ci əsrdə hakimiyyətdə olmuş Ağqoyunlu hökmdar, yəni biz ilk öncə tapmalıyıq ki, söhbət hansı Ağqoyunlu hökmdarından gedir. Şeyx Heydərin öldürüldüyü döyüşdə iştirak etmişdi. Şeyx Heydər 1488-ci ildə Şahdağ döyüşündə öldürülmüş və bu döyüşdə də iştirak edən Ağqoyunlu hökmdarı Yaqub Padşah idi. İndi biz Yaqub Padşahın dövrünə aid olan hadisələri seçməliyik. Atasının Şirvanla dostluq siyasətini davam etdirmişdi. Bəli, bu doğrudur. Yaqub Padşah Şirvanşahlarla dostluq siyasətini davam etdirib. Əhvər sazişinin imzalanmasına iştirak etmişdi. İlk öncə Yaqub Padşahın bura biz hakimiyyət illərini yazaq. 1478-dən 1490-cı ilə kimi olmuşdu hakimiyyətdə. Və Əhvər sazişi də imzalanmışdı 1500-cü ildə. Həm xronoloji cəhətdən bu hadisə uyğun gəlmir, həm də ki, Əhvər sazişi Əlvənd Mirzə ilə Murad Mirzə arasında imzalanmışdı. Yəni, çox zaman hadisələri bilmirsinizsə, hansı hökmdarın dövrünə aid olduğunu, ən azından xronologiya ilə çalışın ki, hadisələri uyğunlaşdırasınız. Digər hökmdarlarla müqayisədə daha çox soyqal paylamışdı. Bu, Yaqub Padşaha yox, biz bunu Rüstəm Padşahın dövrünə aid götürə bilərik ki, onun dövründə çoxlu soyqal torpaqlara paylanmışdı.
Hakimiyyəti dövründə ölkə daxilində nisbi sabitlik hökm sürüb, doğrudur. Sabitlik baş vermişdi. Şeyx Cüneydin öldürüldüyü döyüşdə iştirak eləmişdi. Şeyx Cüneyd 1460-cı ildə Samur döyüşündə öldürülmüşdü. Bu döyüşdə isə Cahanşah idi, Yaqub Padşah deyildi. Yəni düzgün variant burada olur 1-4, yəni B variantı. 13-cü sualda deyilir, Şirvanşahlar, Çalarilər dövlətləri və Şəki hakimliyinə aid ümumi cəhətdir. Osmanlı dövləti ilə mübarizə aparmaları bu ümumi cəhət olmayacaq, çünki Şirvanşahlar Əmir Teymurla birlikdə bəli Osmanlıya qarşı mübarizə aparıblar, amma Çalar dövləti, yəni ki Osmanlı ilə mübarizəsi yoxdur. Ümumiyyətlə bu oxşar cəhət deyil. 13-də A variantı. B-yə baxırıq, eyni əsrdə yaranmaları. Şirvanşahlar 9-cu əsrdə, Şəki hakimliyi də 9-cu əsrdə yaranıb. Çalar dövləti isə 1340, yəni 14-cü əsrdə yaranmışdı. Buna görə də B variantı da uyğun deyil. Monqolların Azərbaycana ikinci yürüşü zamanı süqut etmələri. Monqolların Azərbaycana ikinci yürüşü 1231-39-cu illərdə olmuşdu və bu zaman bunlardan heç biri süqut eləməmişdi. O süqutlarını da yadımıza salaq, nə vaxt eləyib. Şirvanşahlar dövləti 1538-ci ildə Səfəvilər tərəfindən süquta uğradılıb. Cəlari dövləti 1410-cu ildə Qaraqoyunlular son qoymuşdu. Şəki hakimliyinə də 1551-ci ildə Şah 1. Təhmasib son qoymuşdu. Yəni yenə də Səfəvilər dövləti. Osmanlı dövləti ilə müttəfiq olmaları bu da yanlışdır. Dediyimiz kimi, ümumiyyətlə Şirvanşahlar əksinə Osmanlıya qarşı Teymurlərlə birlikdə mübarizə aparıblar. Yəni Cəlalilərlə bu müttəfiqlik münasibətləri heç birində olmayıb. D-ni çıxırıq. Yerdə deyir, Teymurilərlə mübarizə aparmaları doğrudur. Şirvanşahlar dövləti Əmir Teymurun dövründə İbrahim baxmayaraq ki müttəfiq olmuşdu. Onun ölümündən sonra Teymurilərə qarşı mübarizə aparıb. Cəlali dövləti də Teymurilərlə Azərbaycanda möhkəmlənmək uğrunda, hakimiyyət uğrunda mübarizə aparmışdı. Şəki hakimliyi də eyni zamanda biz deyirik ki, ilk öncə Teymurilərə qarşı mübarizə aparıb, sonra 1. İbrahimin vasitəçiliyi ilə müttəfiq olmuşdu. 13-də düzgün variant olacaqdır Y. 14-cü suala baxırıq, uyğunluğu müəyyən eləyin. Bu hadisələrə uyğun döyüşləri tapmalıyıq. Tiflis müsəlman əmirliyinin ləğv olunması bu 1121-ci ildə Didqori döyüşü baş verir. Bu döyüşdən sonra Tiflis müsəlman əmirliyi ləğv olunmuşdu. Birə Didqori gedəcək. Didqori ilə burada bir variant da var, amma digərlərinə də baxaq. Teymurlərin Azərbaycan torpaqlarındakı hakimiyyətinə son qoyulması, burada söhbət 1408-ci ildə Sərdurud döyüşündən gedir. Qaraqoyunlu dövlətin tənəzzülünün surətlənməsi isə Muş döyüşüdür ki, bu da 1467-ci ildə baş vermişdi. 15-ci sualda deyilir, uyğunluğu müəyyən edən Ağqoyunlu hökmdarları verilib, onlara aid xüsusiyyətləri tapmalıyıq. Bir sıra islahatlar keçirdi, 20-yə qədər vergini ləğv etdi. Bu, Gödək Əhmədin dövrünə aid olan bir xüsusiyyətdə A-nı 3-ə yazırıq. Əfər söz sazişinin bağlanmasına iştirak etmişdi. Murad Mirzə ilə Əlvənd Mirzə, yəni heç birinə aid deyil. Variantlardan birini çıxacağıq. Çoxlu soyurqal payladı, Naxçıvan döyüşünə məğlub oldu. Bu, Rüstəm Mirzənin dövrünə aiddir. C-ni 2-yə yazırıq. Qısa müddətdə 1497-ci ildə hakimiyyətdə olmuşdu. Söhbət Gödək Əhməddən gedir. D-ni də 3-ə yazırıq. Şeyx Heydərlə mübarizədə Fərrux Yasara kömək etmişdi. Bu isə Yaqub Padşaha aiddir. 1488-ci ildə bayaqlarda dedik Şahdağ döyüşündə Şeyx Heydərə qarşı Yaqub Padşah iştirak eləmişdi. 1-ə də Y getdi. İndi burada düzgün cavab olacaq 1-ə Y, 2-yə C, 3-ə A-dır. Düzgün variant D variantıdır. 16-cı testə baxırıq. Məntiqi ardıcılığı tamamlayın. Monqollar Gəncə, Bərdə, Beyləqan, Şabran şəhərlərini tutub qarət etdilər. 1239-cu ildə Monqollar Dərbənd qalasında tutdular. Burada söhbət Monqolların ikinci yürüşündən gedir. Yəni 1231-39-cu il yürüşündən. Və bayaqki testdə də qeyd eləmişdik ki, 1239-cu ildə Dərbəndin ələ keçirilməsi ilə Azərbaycanın işğalını Monqollar tamamilə başa çatdırmışlar. Burada düzgün variant, buna görə də B variantı olacaqdır. 17-yə baxırıq. Şirvanşahlar dövlətinin tarixinin 14-cü əsrin 80-ci illərinə aiddir. Şeyx 1. İbrahimin Şirvanşahı elan olunması 1382-ci ildə, Dərbəndilər sülaləsinin devrilməsi 1538, Huşəngin üsyan nəticəsində öldürülməsi, bu da 1382-ci ildə olub. Huşəng devrilib, sonra İbrahim gəlmişdi. Şeyx Cüneydin Şirvana yürüşü bu 1460-cı il olacaqdır.
Şirvan və Dağıstana yürüşlər eləmişdi. Şirvanşah 1-ci İbrahimin Təbrizə daxil olması isə 1406-cı ildir. İndi 14-cü əsrin 80-ci illərinə aid olan hadisə gördüyünüz kimi 1 və 3 olur burada. Düzgün variant gəlir D variantı. 18-ci testdən davam edirik. 11-ci əsrin 60-cı illəri Səlcuq dövlətinin və 12-ci əsrin 90-cı illərində Dənizər dövlətinə aid ümumi cəhətləri tapmalıyıq. Birə baxırıq, Azərbaycanın dövlətin tərkibinə daxil olması bu düzgündür. 1066-cı ildə Şirvanşahların Səlcuq dövlətinin tərkibinə daxil olması ilə Azərbaycanın işğalını başa çatdırırlar. Eyni zamanda Azərbaycan Dənizər dövlətinin tərkibində idi dövlət yaranan vaxtdan. Buna görə də düzgün variantdır 1. Dövlətin paytaxtının dəyişdirilməsi bu aid olmayacaq. Çünki Səlcuq dövlətinin paytaxtı 2 dəfə dəyişdirilib. Birincisi Sultan Toğrulun dövründə 1043-cü ildə, digəri isə 1072-ci ildə Məlikşahın dövründə olmuşdu paytaxt dəyişikliyi. Yəni 60-cı illərdə paytaxt dəyişikliyi yox idi. Eyni zamanda Eldənizlərdə də 1175-ci ildə Məhəmməd Cahan Pəhləvan dövründə dəyişilib. Buna görə bu oxşar deyil. Türk mənşəli sülalə tərəfindən idarə olunması bu düzgündür. Hər iki dövlət türk mənşəli idi. Hakimiyyətə yeni hökmdarın gəlməsi bu da düzgündür. 11-ci əsrin 60-cı illərdə Böyük Səlcuq dövlətinə Alparslan hakimiyyətə gəlmişdi. 90-cı illərdə isə Eldənizlər dövlətinə 1191-ci ildə Qızıl Arslandan sonra Əbu Bəkir hakimiyyətə gəlib. Yəni hakimiyyətə yeni hökmdarın gəlməsi oxşardır. Dövlətin süquta uğradılması yanlışdır. Böyük Səlcuq dövləti 1157-ci ildə, Eldənizlər dövləti isə 1225-ci ildə süqut eləyib. Buna görə də düzgün variant 1-3-4, yəni burada B olacaqdır. 19-a baxırıq. Uyğunluğu müəyyən eləyin. Başlayaq ilk növbədə Əmir Çobandan. Əmir Çobanın adının qarşısında baxırıq ki, bir nömrədə Cəlalilər verilmişdi. Lakin Əmir Çoban Cəlali dövlətdən yox, Elxanilər dövlətində hakimiyyətdə olmuşdu. Buna görə də bir nömrə burada yanlışdır. Fəzlullah Rəşidəddinin adının qarşısında 5 nömrədə baxırıq. Hülakilər dövləti verilib, doğrudur. Hülaki dövlətində vəzir vəzifəsində işləmişdi. 2 nömrəyə baxırıq, nə yazdıq? Şirvanşahlar, xeyr, Fəzlullah Rəşidəddinin Şirvanşahlarla əlaqəsi yoxdur. Daha sonra Nizamülmülk, baxırıq 3 nömrə Atabəylər, xeyr, Nizamülmülk Səlcuqlu dövlətində vəzir vəzifəsində işləmişdi. 3-də yanlışdır. Qızıl Arslan Eldənizlər dövlətinin bəli hökmdarı olmuşdu. Buna görə də 4-də düzgündür. Burada olacaq 1, 4 və 5. Daha doğrusu üzülürsən, burada birdən xət çəkmişəm, yəni 4 və 5 olacaqdır. Bu da gəlir D variantına, düzgün variant çıxır. Davam edirik 20-ci testdən. 1066-cı ildə Səlcuqlu dövləti tərəfindən tabe edilmiş Azərbaycan dövlətinin paytaxtını xəritədə müəyyən edin. Bayaq dediyimiz kimi 1066-cı ildə Şirvanşahlar dövləti tabe olmuşdu və Şirvanşahlar dövlətində paytaxtı burada 4 nömrəyə uyğun gəlir. Baxırıq 4 nömrə D variantı, Şamaxı şəhəri idi. Keçirik növbəti testimizə. 21-ci sualda mətn verilib. Burada Həmədan döyüşündə qalib gələn hökmdardan söhbət gedir ki, bu da Atabəy hökmdarı Qızıl Arslan idi. Onun Məhəmməd Olcaytu ilə oxşar xüsusiyyətlərini tapmalıyıq. Birincisi yazıb eyni bir dövlətin hökmdarı olmuşlar. Yanlışdır. Qızıl Arslan Eldəniz hökmdarı idi. Məhəmməd Olcaytu isə Elxani hökmdarı idi. Qardaşından sonra hakimiyyətə gəlmişdir. Bu düzgündür. Qızıl Arslan Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə gəlmişdi. Qardaşından sonra Məhəmməd Olcaytu da qardaşı Qazan xandan sonra hakimiyyətə gəlmişdi. Buna görə də 2 doğru variantdır. Eyni əsrdə hakimiyyətdə olmuşdular. Qızıl Arslan 1186-1191-ci illərdə, yəni 12-ci əsrdə hakimiyyətdə olub. Məhəmməd Olcaytu isə 1304-1316-cı illərdə hakimiyyətdə olub ki, bu da 14-cü əsrə düşür. Yəni ki, eyni əsrə düşmür heç biri. Ölümlərindən sonra feodallar arasında qarşıdurmalar olmuşdu. Bu da doğru variantdır. 2 və 4-ü götürürək, düzgün variant C olacaqdır. 22-ci sualda deyilir, Təbriz şəhərinin Cəlalilər dövlətinin paytaxtı olduğu dövrə uyğun gəlir. 1359-cu ildə Təbriz ələ keçirildikdən sonra paytaxta çevrilib, ta dövlətin süqutuna kimi 1410-cu ilə kimi paytaxt olmuşdu. Qızıl Ordu hökmdarı Canı bəyin Təbrizə gəlməsi bu 1357-ci ildir və bu aralığa düşmür. Qabaqçı olmuşdu.
Şeyx Həsənin Bağdadda hakimiyyəti ələ keçirməsi 1340 dövlətin yaranmasıdır. Bu da həmin aralığa düşmür. Azərbaycan tarixinin Çobanilər dövrü 1338-1357-ci ilə kimi əhatə eləyib və bu da həmin dövrə düşmür. Hülaki dövlətin varlığının sona çatması yenə 1357. Şirvanın Cəlalilərə tabe edilməsi isə 1367-ci ildə tabe edilmişdir və bu da məhz bu aralığa düşür. Yeni götürülük. 23-cü sualda deyilir, eyni əsrdə baş vermişdir. Şirvanşah 1-ci Fəriburzun Səlcuq Sultanının ali hakimiyyətini qəbul etməsi 1066-cı il, yəni 11-ci əsr. Gürcü hökmdarı 4-cü Davidin Şirvana hücum etməsi 1124-cü il. Əsrlərdə yazaq qarşısına. Bura 11, bu 12-ci əsrdir. Slavyanların Şamaxını ələ keçirib qarət etməsi bu olacaq 1032-ci il, 11-ci əsr. Monqolların Şamaxını ələ keçirib əhalini məhv etməsi 1222, 13-cü əsr. Cəlalilərin Şirvan ərazisini zəbt etməsi 1367, yəni 14-cü əsr. Burada eyni əsrə aid baxırıq. Hadisələr 11-11, yəni 1 və 3 olacaqdır. 23-də düzgün variantımız 1 və 3. 24-cü suala baxırıq. Sacilər dövlətindən fərqli olaraq Salarilər dövləti Azərbaycanın şimalında yaranmışdı. Bu yanlışdır. Hər iki dövlət Azərbaycanın cənubunda yaranıb. Buna görə də düzgün deyil. 10-cu əsrdə yaranmışdır. Sacı dövləti yaranıb 898, yəni 9-cu əsr. Salar dövləti isə 941, yəni 10-cu əsrdə və bu düzgündür. Yəni Salarını Sacıdan fərqləndirən xüsusiyyətdə. İkinci götürürük. Azərbaycan torpaqlarını birləşdirmişdir. Bu hər iki dövlətə aiddir. Paytaxtı yalnız Ərdəbil şəhəri olmuşdu. Bu da düzgündür. Yəni fərqləndirən xüsusiyyətdir. Çünki Sacı dövlətinin paytaxtı həm Marağa, həm Ərdəbil olmuşdu. Salarilərdə isə yalnız Ərdəbil olmuşdu. Buna görə də düzdür. Azərbaycanın cənubunda yaranması isə hər ikisinə aid olan xüsusiyyətdir. Burada 24-cü sualda düzgün cavabımız 2 və 4 olur. 25-ci sualda deyilir, xəritədə ulduzla verilmiş şəhərin ölkənin orta əsrlər tarixinə aid xüsusiyyətlərini müəyyən edin. Bu ərazi Dərbənd şəhəridir. Dərbəndə aidində xüsusiyyətləri biz tapmalıyıq. Həm də 3-11-ci əsrə aid olmalıdır bu xüsusiyyətlər. 869-cu ildə oradakı hakim özü müstəqil elan etmişdi, doğrudur və Dərbənd əmirliyinin əsası qoyulmuşdu. Biri götürülük. 8-ci əsrin ortalarında müstəqil idarə olunurdu. Yanlışdır. 869-da müstəqil olub. 2-ni çıxırıq. Ərəb əsrli Haşimlər sülaləsinin hakimiyyəti altında olmuşdur. Bu doğru variantdır. Haşimlər sülaləsi idarə eləyirdi. Öz müstəqilliyini 11-ci əsrin sonuna qədər qoruyub saxlamışdı. Belə deyək də, uşaqlar, 1075-ci ildə Dərbənd əmirliyi Şirvanşahlar dövlətinin ərazisinə birləşdirilir və 1075-də 11-ci əsrin sonuna kimi, yəni ki, davam eləmirdi. 11-ci əsrin ikinci yarısına kimi desəydi bir qədər düzgün olardı, lakin sonlarına kimi öz müstəqilliyini qoruyub saxlaya bilməmişdi. Buna görə də 4-də yanlış gələcək və 1-3-ü düzgün biz götürəcəyik burada. 1 və 3 düzgün variantda. 26-cı testə baxırıq. 26-cı sualda hadisələrin xronoloji ardıcıllığını müəyyən edin yazılıb. Şeyx Cüneydin iştirakı ilə Samur çayı sahilindəki döyüş 1460-cı ildədir. Şah dağı ətəyindəki döyüş 1488-ci ildir. Şeyx Səfiyyəddinin Səfəviyyə Sufi təriqətinin əsasının qoyulması 13-cü əsrdə. Sultan Əlinin iştirakı ilə Şəməsi döyüşü isə 1494-cü ildir. İndi xronoloji ardıcıllığı qurduğumuz zaman birinci 3 gəlir. Daha sonra 1, 2 və 4 olacaqdır. 27-ci sualda deyilir, uyğunluğu müəyyən edin. Şəddadilər dövlətinə aid hadisələri tapmalıyıq. Paytaxtda Gəncə olan müstəqil dövlətin əsasının qoyulması bu 1-ci Ləşkərinin dövrünə aid olan bir xüsusiyyətdir. 1-ə A variantını yazacağıq. Daha sonra Səlcuq dövləti ilə müqavilə bağlayaraq ona tabi olması 1054-cü ildə Əbləsfər Şavur bu müqaviləni bağlamışdır. 2-yə B yazırıq. Dəbilin ələ keçirilməsi və müstəqil əmirlik yaradılması isə Məhəmməd İbn Şəddada aid olan bir xüsusiyyətdir. 3-ə də burada Y gedəcəkdir.
Düzgün variant 1A, 2B, 3 isə Y olacaqdır. Digər sual mətnə keçirik. Situasiya tipli tapşırıqlardır. Burada mətndə Monqolların birinci yürüşü haqqında məlumat verilmişdi. İndi mətni oxuduqdan sonra başlayırsınız həll eləməyə. 28-ci sualda deyilir, mənbədə bəhs edilən yürüş zamanı Azərbaycanda Təbrizin hakiminin adını yazın. Bu zaman Təbrizə Şəmsəddin Tuğray rəhbərlik eləyirdi. Bura Şəmsəddin Tuğrayın adını qeyd eləyirik. 29-da deyilir, Atabəy Özbəklə Xarəzmşah Məhəmmədin mənbədə bəhs edilən yürüşlə bağlı davranışlarındakı oxşar cəhət. Monqolların birinci yürüşü zamanı həm Atabəy hökmdarı Özbək, həm də Xarəzmşah Məhəmməd Monqollara qarşı müqavimət göstərməyiblər, yəni ki, mübarizə aparmayıblar və bu mübarizədən qaçınıblar. Bunu oxşar xüsusiyyət kimi bura qeyd eləyə bilərik. Daha sonra mənbədə bəhs edilən yürüş zamanı Monqolların Təbrizi ala bilməmələrinin səbəblərini yazın. Bu zaman biz dedik ki, Təbrizin hakimi Şəmsəddin Tuğray idi və şəhər hakimi qalanın müdafiəçilərinin sayını artırmışdı. Yəni ki, qalanı yaxşı müdafiə eləyirdi. Eyni zamanda təchizatı da yaxşılaşdırmışdı. Eyni zamanda biz dedik ki, birinci yürüş zamanı Təbriz 3 dəfə xərac verib işğaldan azad olur. Yəni ki, Atabəy Özbək xərac verməyə razı olmuşdu. Buna görə də Təbriz şəhərini Monqollar birinci yürüş zamanı ələ keçirə bilmirlər. Bu xüsusiyyətləri də bura qeyd eləyə bilərik. Belə ikinci sınağımızın izahları bitdi. Növbəti videoda üçüncü sınağın izahlarını paylaşacağım. İzlədiyiniz üçün təşəkkür edirəm.